Aldığımız məlumatlara görə qardaşlar, Azərbaycanda qazın qiyməti yenə qalxacaq. Baxın, mən nə dedim də olmadı. Demişdim, pensiyalar kəsiləcək. Azərbaycanda qazın qiyməti yenə qalxacaq. Maaşlar, kütləvi surətdə maaşlar kəsiləcək, kəsintiyə gedəcək maaşlar. Biləsiniz, hamının maaşında kəsintiyə gedəcək. Deyəcəksiniz, necə? Necə? Canınızlar təri. Azərbaycan ordusunun, hələ qalib ordunun maaşı 2 qatdan 1 qata düşdüsə, sizin də maaşınız kəsiləcək də. Dərəcə deyirlər. Hamı müəllimindən tutmuş, sokaqda işləyənə kimi. Hamı dərəcə ilə almırmı? Və yaxud saatdan almırmı? Saatından kəsəcəklər və yaxud dərəcəndən kəsəcəklər, amma həmən qayda da səni işlədəcəklər. Və axırda baxacaqsan, 1000 manat sokaqda maaş alırdısa, 350 manat azalıb 650 manat eləyibdir. Bax, mən dəqiq məlumat almışam. Birbaşa ölkənin hakimiyyətin dərinliyindən almışam məlumatı. Və qazın qiyməti qalxacaq artıq ölkədə. İlham Əliyev bilirsə, Rusun qazını sata bilmir da. Öz qazı, nefti də qazdan salıb, Rusun neftinin qazını satanmır. Bəzi ölkələr də ümumiyyətcə İlham Əliyevdən almır. İlham Əliyev də div gündə, o div var, div təpəgöz, div. Div gündə 5 dənə quzu yeməlidirsə, yeməlidir. 3 dənə quzu ilə o rahatlanan deyil, 4 dənə quzu ilə. Yəni, məsələn, bizim oğraş İlham Əliyev ayda 5 milyard, ya 6 ayda 5 milyard qazanmalıdırsa, deməli qazanmalıdır. Xalqı donbatma qayracaq, amma onu qazanacaq. İlham Əliyev güzəşli vergi tətbiq etmişdi. Yəni, insanların əmək haqqısından 14% gəlir vergisi tutulmurdu. İndi həmin gəlir vergisi 2026-cı ildən tətbiq olunacaq. Yəni, insanların, necə deyərlər, sosial problemlərinə görə, əmək haqqlarının az olduğuna görə, orta əmək haqqı, minimum əmək haqqı Ermənistandan yarı aşağı olduğuna görə 14% gəlir vergisini tutmurdu İlham Əliyev. Çox halda, indi isə gəlir vergisini 2026-cı ildən gəlir vergisi tətbiq olunacaq. Misal üçün 500 manat maaş alanın maaşından 70 manat tutulacaq. 1000 manat maaş alanın maaşından 140 manat gəlir vergisi tutulacaq. O dərəcə, mərəcə, o əlavə şeydir. Buradan İlham Əliyevə deyirəm. İlham Əliyev, xalqın maaşından gəlir vergisi tutacaqsan 26-cı ildən 14%. Artıq bu qərarı vermişsiniz. Gizli şəkildə. Mən Azərbaycanın gələcək prezidenti kimi, lideri kimi, İlham Əliyev, bu 14% gəlir vergisi tutan günüsü inqilab deyəcəyik. Ya da dalını dağıdacağıq. Mehribanı, Arzunu, Leylanı soyundurub trasa düzəcəyəm. Əgər 14% xalqın gəlir vergisi deyə vergisi adı altında soyğunçuluq eləsəniz. Dəyərli vətənlərim, mən bunu elə belə demirəm. Hakimiyyətin daxilində artıq qərar verilibdir. 14% gəlir vergisi, hansı bunu tutmurdular. Bilirsiniz də niyə? Ermənistandan, yenə deyirəm, orta əmək haqqı, minimum əmək haqqı yarı aşağıdır. Neft qaz ölkəsi Ermənidən pis gündə yaşayırıq. Ermənistan bizdən 4-5 dəfə yaxşı yaşayır. Gürcüstan da 3-4 dəfə. Çünki Ermənistanı ermənilər idarə edir. Bizimkini isə PKK idarə edir Azərbaycanı. Ermənilərin əmisi uşaqları. Gürcüstanı Gürcülər idarə edir. Rusiyanı Ruslar idarə edir. Azərbaycanı isə cinsi soy bilinməyənlər idarə edir.